Sensen Amun. Bir vaxtlar qürurla ot çubuqlarının tüstüsüyle ətirlənərək otağın küncündəki gözəl məbəddə durarkən günahıma şahid olmaq istəyirdin. Mən utandığımdan sənin üzünü örtmüşdüm. Ne oldu? Niye ayaklar altına düşmüşsən? Bilirəm. Neçə vaxtdır ki səni yaddan çıxarmışdım. Görürsən ki əlil və zəifəm. Özümü idarə eləməkdə belə acizəm. Nə də almadım. Bəlkə də qəsdəndir. Bilirsən, ömrüm boyu səni müqəddəs bilmişəm. Amma təəssüflər olsun ki, sən öz bəndənə rəhm eləmədin. Həmişə mənə, Amun məbədinin ilahəsinə diqqətsiz oldum. Mən sənin qarşında günah eləməkdən utandım. Sənsə cəmaatın içində utandığımı görüb heç vecinə də almadım. Təbii ki, Yusif belə bir Allahı mütləq əziz tutmalıdır. Bəndəsini ucaldan Tanrı ucaldılmağa layiq deyilmi? Sənin əvəzinə ona sitayiş eləmək düzgün deyilmi? Sən mənim üçün nə eləmisən? Heç olmasa öz bəndəni sevməyi Yusifin Allahından öyrən. Budur. Yusif'in qul olması barədə sənəd. Deyəsən bizim üçün yaman darıxmısınız. Belə tez qayıtmağınızın səbəbini soruşa bilərəm. Bu hədiyyəni bəyənirsən? Sənin adın nədir? Yusif. Yusif? Yox. Mənim bədəvi və səhra qəbilələrinin qeyri-adi adlarından xoşum gəlmir. Əgər icazə versəydiniz, Yusif üçün bir Misir adı təklif eləyərdim. Buyur. Yuzarsif. Pis deyil. Sanki tanrılar səni öz əlləri yaradıb ecazkar gözəlliyi ilə bəzəyiblər. Sən belə düşünmürsən? Bu kağızı paltarının altında gizlətmişdi. Bu sənəd Yuzarsifin satılma sənədidir, xanım. Şamun adında bir adam Yuzarsif'i Malik adlı birine satıp.
Bu sarayın xəzinəsində qalmalıdır. Sənin yanında yox. Necə istəyirsiniz? Hələ də mənim yanımdadır. Görürsən, Yusifin Allahı öz bəndəsini zillətin son mərtəbəsindən izzətin zirvəsinə ucaltdı. Sənsə Misirin böyük zadəgan xanımını şan-şöhrət zirvəsindən zillətə sürüklədin. Bura Amunun məbədidir. Biz bugün səhər tezdən Misirin böyük tanrısı Amunun yuxudan ayılma mərasimində iştirak eləyəcəyik. Yəni Misirin böyük tanrısı Amon gecəni yatmışdı? Bəli, Amun da, ondan sonra gələn tanrılar da gecələr istirahət eləyirlər. Əgər gecə vaxtı bəndə öz tanrısına müraciət eləmək istəsə, onda nə etməlidir? Bəndələr də tanrılar kimi istirahət eləməlidirlər. Tanrılar özlərinə müraciət edilməsi üçün gündüzü qərar veriblər. İçəri gedirik. Ey büyük Amun! Görürsən Amun necə gözəlləşir? O necə də füsunkardır. Bizi başqalarından üstün edər. İbadət edənlər onun bərbəzəyini götürmürlər ki. Xeyr, kahinlər qoruyur. Heç kimin buna cürəti çatmaz. Belə də olmalıdır. Yoxsa oğrular Amondan oğurluq eləyə bilərlər. Mən elə bilirdim ki, bizi Amon qoruyur. Amma indi bildim ki, Amon kahinlərin və bəndələrin onu qorumasına möhtacdır. Nə fərqi var? Amun bizim sahib olduğumuz ən mühüm və ən yaxşı dəyərdir. Açığını deyim ki, o məndə Amuna qarşı şək şübhə oyatdı. Deməli, ovçu özü şikarın tələsinə düşdü. Etiraf edirəm ki, sən məndən güclüsən. Yuzarsif hər zaman Rudamunu öz ustadı hesab edir. Hər tanrı pərəstiş olunmağa layiq deyil. Hər tanrı pərəstiş olunmağa layiq deyil. Tanrı ehtiyatsız olmalıdır. Tanrı ehtiyatsız olmalıdır. Yer və məkandan ehtiyatsız. Yer və məkandan ehtiyatsız. Yemək və yatmaqdan ehtiyatsız. Yemək və yatmaqdan ehtiyatsız. Bütün varlıq aləmi ehtiyaclıdır. Bütün varlıq aləmi ehtiyaclıdır. Bütün varlıq aləmi zəif və gücsüzdür. Bütün varlıq aləmi zəif və gücsüzdür. Qəni və mütləq yalnız Allahdır. Qəni və mütləq yalnız Allahdır. Nədir? Nəyə baxırsınız? Məyər sizin işiniz gücünüz yoxdur? Gedin buradan. Züleyxa xanım hara baxır görəsən? Mən heç yerə baxmıram. Sarayın təzə idarəçisi Yuzarsif heç yerdir? Bəzən ayağın yorğanından uzun olur Karyana. Bu tikanlı sözlərin başıva bəla açacaq.
İlahi, sənə pənah gətirirəm. Mən zəifəm. Şeytanın vəsvəsələrinin qarşısında səndən başqa heç bir pənahım yoxdur. Əldə etdiyim bütün nailiyyətlərim, qəlbləri ələ ala bilməyim Pərverdigara. Məbadə bu uçsuz bucaqsız tələdə elə tora düşüm ki, heç bir kömək eləyənim də olmasın. Qanmaz kütbeyin. Məndən nə istəyirsən? Niyə əl çəkmirsən məndən? Üzr istəyirəm xanım. Məni bağışlayın. Məcbur oldum. Gördünüz? Demirdim ki, o bizim tanrılara pərəstiş eləmir. Demirdim ki, kafirdir. Gərək baş kahin Alix Mahun və cənab Putifarı bura çağıraq ki, həqiqəti yaxından görsünlər. Əgər Yuzarsifin imanı barədə bir yerdə söz açsan, onun canına bir xətər toxunsa, özüm sənin canını alacağım. Mən Yuzarsifi sağ-salamat istəyirəm. Onun imanında işim yoxdur. Eşitdin? Ey ulu Amon, Yuzarsifi ələ ala bilsəm sənin ayağının altına çoxlu nəzir və niyaz hədiyyə gətirəcəm. Mənim səndən başqa tanrım yoxdur. Kömək elə. Cənab Yuzarsif daxil olmaq üçün icazənizi gözləyir. Çağır gəlsin. Özün də bayırda ol. Salam olsun xanım Züleyxaya. Əvvəllər halımı tez-tez xəbər alardın. İndi isə ulduzlardan da əl çatmaz olmusan. İndi yer üzündə və xanım Züleyxanın huzurundayam. Əmriniz varsa buyurun. Lap yaxşı. Baş vəzirin vaxtını çox almayacağam. Əyləşin, deyəcəm. Tipsin varlı xanımlarından biri öz həyat yoldaşına xəyanət eləyib. Bunu biraz əvvəl eşitdikdə çox narahat oldum. Fikrinizcə həmin qadınla neyləmək olar? Daha aydın deyim, Yuzarsif bu qadın barədə necə hökm eləyər? Onun haqqında hökm çıxarmaq üçün hadisənin təfərrüatını bilmək lazımdır. Məsələn, bilməliyik ki, bu qadının xəyanəti məlum olub ya yox. Həmin qadın azaddır, yoxsa alınmış kəniz? Onun övladı var, yoxsa yox? Həmin qadının əri onu hər bir cəhətdən təmin eləyirdi, yoxsa onu sıxıntılar içində saxlayırdı? Mən bu sualların heç birinin cavabını bilmirəm. Təkcə eşitmişəm, aşiq olub. Buna inanmayın, xanım. Eşq müqəddəsdir, xəyanət əhli aşiq ola bilməz. Bu ürək işidir. Məntiq, sübut bilməz. Aşiq müqəddəslik hərəmi olan qəlbinə çirkinlik üçün yol açmaz. Həvəsi eşq adlandırmaq yanlışdır. Bir sualım da var ki, cavab verməyə bilərsən. Sənə bir kəs məhəbbət bəsləyibmi? Bəli. Yaxınlarımın mənə məhəbbət göstərməsi əzab-əziyyətdən başqa bir nəticə verməyib. Bibim Faiqənin mənə olan sevgisi qardaşlarımın mənə həsəd aparmalarına və kin bəsləmələrinə səbəb oldu. Atamın mənə olan məhəbbətini bildirməsi məni qoyunun dibinə saldı.
ayrılıq kimi dərdə mübtəla etdi. Yox, mən bunu demək istəmirdim. Sualım qadınlardan birinin sənə olan məhəbbətini isar etməsi barədədir. Xeyr, xanım. Bəzən qadınların baxışlarında fərqlilik hiss eləyirəm, amma onlara məhəl qoymuram. Lap yaxşı. Gedə bilərsən. Danışdığımız qadın barədə maraqlanacağam. Gərək olarsa, səninlə məsləhətləşərəm. Baxışlarında fərqlilik hiss eləyirəm. Fəqət onlara məhəl qoymuram. Xanım, nəysə baş verib? Qul olduğunu unudub deyəsən. Kinayə ilə mənə eşitdirir ki, mənim ona olan rəğbətimə qarşı biganədir. Düz eləyir. Qəlbində bir qulun məhəbbətini saxlayan kübar bir ailəyə mənsub xanıma cavab belə olmalıdır. Hələ görərik. Bundan sonra onu adam yerinə qoymayacağam. Bəs niyə onu saraydan qovmursuz? Putifara görə Yuzarsifin necə çox istədiyini bilmirsən? Belə olan halda sizin qərarınız düzdür. Ona əhəmiyyət verməyin. Tezliklə əzəmətli əyləncə məclisinə tədarük görün. Özümü eşrətə qərq eləmək istəyirəm. Yuzarsif xam xəyaldadır. Onun ruhunu, fikrini elə qarışdırım ki, başqa şeylər üçün yeri qalmaya. Deyirlər Züleyxanın evində gözəl surətli bir qulu var. Məncə Züleyxanın həmin İbrani qulu ilə əlaqəsi var. Biz də bəzi şeylər eşitmişik, amma buna inanmaq çox çətindir. Yaxşı, lap yaxşı. Onda mənimlə gəlin. Züleyxa xanımdan bir söz soruşa bilərəm? Əgər Putifarla məbədin arasındakı keçmiş müharibə barədə olmazsa, əlbəttə olar. Xeyr, sizin Kənanlı qulamınız barəsindədir. Həmin qul barədə nə bilmək istəyirsən? Heç nə. Təkcə bilmək istəyirəm ki, o hardadır? İndi neynir? Nə qədər baxdımsa onu görə bilmədim. Gördünüz? Demirdim. Əgər bir şey olmasaydı bu qədər narahat olmazdı. Yəni onun həmin İbrani qulla əlaqəsi var? Özünüzü heç də kübar və zadəgan təsəvvür eləməyin. Zənnimcə siz daha çox Kənan çöllərində qoyun otaranlara oxşayırsınız. Nəinki əzəmətli Misir xanımlarına. Bayaqdan sizi axtarıram. Qaranlıqda niyə oturmusunuz? Tək qalmaq istəyirəm. Siz mütləq saraya qayıtmalısınız. Heç bilirsiniz orada dalınızca nələr danışırlar? Onlar öz iyrənc sözləri ilə məclisinizi pozurlar. Bütün bunlar Yuzarsifə görədir. Ya gərək onun surətini yaddaşımdan silib atım, ya da onun özünü yer üzündən yox eləyim. Səfərə çıxmağa necə? Razısınız? Bir müddət uzaqda qaldıqdan sonra sizə rahatsızlıq gətirən xatirələr yaddaşınızdan silinəcək.
Züleyxa, qızım, nə olub sənə? Qanın niyə belə qaradı? Elə bilirdim ondan uzaqlaşmaqla rahatlıq tapacağam. Amma deyəsən, səfərdəki hicranın qəmi, onunla yaxınlığın qəmindən ağırdı. Cəmi bir neçə gün keçib, tədricən onu unudarsız. Vaxt çox keçdikcə onun haqqında daha çox fikirləşirəm. Qorxuram havalanım. De ki, qayığı qaytarsınlar. Hazırlaşın, tipsə qaydırıq, hamı öz yerini tutsun. Hərə öz yerinə, gedirik. Nemisa bu? Nə oldu? Niyə qaydırıq? Yenə də əvvəlki kimi sarayın künc bucağında pusqu qurub, Yüzarsifə tamaşa eləmək istəyirsiniz? Yüzarsifi özümə təslim etməyənədək əl çəkməyəcəyəm. Sən də mənə kömək eləyəcəksən. Sizin şad olmağınız üçün buyurduğunuz hər əmri yerinə yetirməyə hazıram. Bu işdən heç kim xəbər tutmamalıdır. Arxayın olun, xanım. Amma bu qədər çalışmağımıza baxmayaraq birdən Yüzarsif razılaşmadı. Onda onu öldürəcəm. Züleyxa xanım sizi hüzuruna çağırır. Züleyxa xanımın əmridir. Salam olsun Züleyxa xanıma. Sən mənim qulum olduğunu bilirsən? Bəli, bilirəm. Qulun öz sahibinə itaət etməli olduğunu da bilirsən. Bu günə qədər məndən itaətsizlik görmüsünüzmü? Bugündən itaət etməlisən. Əgər əmriniz varsa, qulluğunuzdayam. Mən özümü sənin üçün hazırlamışam. Allaha pənah aparıram. Siz məndən nə istəyirsiniz? Mən səndən səni istəyirəm. Həyat yoldaşın neçə illərdir məni əzizləyib, mənə hörmət eləyib, ucaldıb. Onun lütf və məhəbbətinə borcluyam. Sənə sahib olmaq üçün izzətimdən əl çəkib özümü zillətə saldım. İndi səndən əl çəkən deyiləm. Mən nəcabət və ismət gövhərimi tez keçən eş-işrətə heç vaxt dəyişməyəcəm. İkimizdən başqa bu sirdən heç kim xəbər tutmayacaq. Bəs sözümüzü Allahın nəzərindən necə gizlədək? Sən öz Allahından qorxursan? Mən də ondan utanıram. Bu çətin deyil. Başlarını tap gətirə bilmirəm.
Məni bağışla, ulu Tanrı. O daha bizim günahlarımıza şahid olmayacaq. Mənim qorxum eşidən, görən, qüdrətli Allahdandır. Filizdən düzəldilmiş bütdən qorxmaq ağılsızlıq və səfehlikdir. Sən məni axmaq, səfeh adlandırırsan, mən 100 sənin kimisini ayağımın altında əzərəm. Mənim atlarımın tükünü də təmizləməyə layiq deyilsən. Sən böyük Amona itaət etməyi səfehlik hesab eləyirsən. Mən nə əmr eləsəm, sən də itaət eləməlisən. Yoxsa sən elə buradaca dəfn eləyərəm. Sizin əmrinizə o vaxt itaət eləyərəm ki, bu tək Allahın əmrinə zidd olmasın. Vəssalam. Biz heç vaxt səni tək qoymayacağıq. Züleyxa ilə tənbih və mübarizədən çəkin. Çünki o birazdan belə deyəcək. Yusif məni öz əməlləri ilə özünə tərəf çəkə bilmədiyi üçün məni zorla özünə tabe elədi. Qaçmağa yol yoxdur. İtaət eləməyə məcbursan. Şeytanın bu tələsindən qapıya tərəf qaç. Hesab eləyirəm ki, burada baş verənlərə izahat verməyinizə ehtiyac var. Susmayın. Vay olsun bizə. Bu qədər məhəbbətimizin cavabını görürsünüz. Görürsünüz sizin xanımınızla necə davranırlar. Xanımınız əleyhinə çirkin niyyətdə olanın cəzası nədir, nə? Zindan, əzab verici işgəncələr. Günah xanım Züleyxadadır. O məndən yaxınlıq eləmək istəyirdi. Mən gördüm ki, Yüzarsif Züleyxa xanımla yaxınlıq eləmək üçün onun otağına girdi. Cənab, bilirəm ki, nə sübut gətirsəm də siz qəbul eləməyəcəksiniz. Öz abır-həyanızı hifz eləmək üçün xanımınızın xeyrinə rəy verəcəksiniz. Heç kim qorxusundan Züleyxa xanımın əleyhinə şahidlik etməyəcək. Əks təqdirdə o Züleyxa xanımın qəzəbinə düçar olub həyatını itirə bilər. Məni bundan artıq qəzəbləndirmə. Mən kimin günahkar olduğunu bilmək üçün şahid və sübut istəyirəm. Mən otağımda istirahətlə məşğul idim. Birdən onu başımın üstündə gördüm. Qışqırıb köməyə çağırdım. O da qaçmağa başladı. Rodamını bura çağır. Yuzarsif elə buradaca cəzalanmalıdır. Biraz səbirli olun.
Bəsdir. Əl saxlayın. Sakit olun. Məyər onun işgəncəsini görmək Bir istəmirdiniz? söz belə eşitmək istəmirəm. Dedim ki, əl saxlayın. Nə vaxta qədər qəmgin və pərişan halda dizlərinizi qucaqlayacaqsınız? Bundan başqa çarəm var. Mənim üçün bir günün ayrılığı ürəyimə vurulan 100 qılınc və 100 ox yarasından da ağırdı. Bilmirəm bu qərarsız qəlbimlə neyniyim. O mənə bir gün dedi, Yüzarsivi həbs elə, elədim. İndi həmin ürək deyir ki, azad elə. Eləyə bilmirəm. Axı nə üçün Yüzarsivi həbs elətdirdim? Niyə? Niyə? Salam olsun tanrıların hökümdarı Cavan Amhotepə. Salam olsun sizə. Cənab əmir, narahat olduq. Nə baş verib? Ümidvarım ki, xoşa gəlməz hadisə baş verməyib. Qəribə bir yuxu görmüşəm. Bəlkə də xoşa gəlməzdi. Bəlkə də yox. Yuxuda gördüm ki, dalğalanmış Nildən 7 kök inək çıxıb sahildə otlamağa başladılar. Bundan sonra Nil çayı qurudu. Bu vaxt torpaqdan həmin sayda arıq inəklər çıxaraq əvvəlkiləri yeyib tamamilə yox elədilər. Bu yuxunu yazmaq çox çətindir. Biz bu yuxunu yoza bilmədik. Yəni onu yozmaq çox çətindir. Sərvərim, bir gecə möhlət istəyirik. Amun məbədinin yuxu yozan və cadugərləri cənab hökümdarın huzurundan bir gecə möhlət istəyirlər. Heç bir möhlət olmayacaq. Neçə illərdir yiyib yatırsınız ki, gərəkli anlarda dərdə dəyəsiz. Mənim yuxum elə bu gecə yozulmalıdır. Mən cənab əmirin müşkülünün çarəsini
Çox yaxşı bilirəm. Sən bizim yuxunu yozmağın bir yolunu bilirsən? Böyük hökümdar. Apupislə zindanda olanda hər ikimiz yuxu gördük. Və həmin cavan məhbus mənim yuxumu zindandan azad olacağım kimi yozdu. Apupisin yuxusunu isə onun dar ağacından asılacağı kimi. Bu yuxunun hər ikisinin yozumu 3 gün sonra zindanda olan İbrani Qulam arxayın olun. O nə deyir Putifar? Putifar? O, düz deyir, hökümdarım. Zənnimcə mən də həmin cavanı tanıyıram. O məhbusun adı nədir? Yüzarsif. İbrani dilində onu Yusif deyə çağırırlar. Tanış addır. Əgər səhv eləmirəmsə, neçə il əvvəl Putifar üçün bu adda bir uşaq almışdım. Zavira zindanı. Yola düş. Yüzarsif, məni bura Misirin hökümdarı cənab Amunhotep göndərib. Yuxu yozumu üçün gəlmişəm. Misirin bütün cadügər və falçıları Amunhotepin yuxusunu yozmaqda aciz qaldılar. Yaxşı, danış Binarus. Binarus, yuxunun yozumunu gətirmisən, yoxsa yox? Axı onun çox mahir yuxu yozan olduğunu demin. Yaxşı, o nə dedi? Yüzarsif dedi ki, qarşıda 7 il bolluq və nemət gözlənilir. Bu 7 ildə əkib becərin. Az miqdarda yeməyə və əkməyə istifadə eləyin. Başqa qalanını ehtiyat saxlayın. Bu 7 ildən sonra qarşıda quraqlıq və qıtlıq gözlənilir. Bolluq zamanı yığdıqlarınızı qıtlıq zamanında məsrəf eləyin ki, cəmaat çətinliyə düşməsin. Afərin. Elə budur. Mən həmin İbrani Qulamı görmək istəyirəm. Züleyxa xanım və Rudamunu tez yanıma çağırın. Yüzərsifi görərkən çaşqınlıqdan əllərini kəsən qadınların adlarını istəyirəm. Onların adlarını neynirsiz? Əla həzrət səni və həmin qadınları görmək istəyir. Züleyxa və Kari ananın adlarını dediyi qadınları elə bugün bura toplayın. Hökümdar Amunhotepin əmridir. Hökmüdar onları nə üçün istəyir? Əmir Yüzarsifi azad eləmək qərarına gəlib. Amma Yüzarsif buna yalnız o şərtlə razıdır ki, onun tapdalanmış ləyaqəti özünə qaytarılsın. Amunhotep həmin qadınları bir yerə toplayır ki, Yüzarsifin günahkar olub olmadığını dəqiqləşdirsin. Onları mühakimə edəcəyinə şübhəm yoxdur. Neçə illər öncə siz Misir qadınları ilə Yüzarsif arasında bir hadisə baş verib ki, mən həmin hadisənin həqiqətini bilmək istəyirəm. Deyin görüm, siz Yüzarsiflə görüşdükdə nə hadisə baş verdi? Mən sizlənəm. Məyər ağzınızda diliniz yoxdur? Tez olun biriniz danışın.
Biz Yüzarsifdən heç bir pislik və çirkinlik görməmişik. Biz heç vaxt pak və təqvalı olan Yüzarsifdən günah görməmişik. Məyər bir asimani mələyə pislik və çirkablıq yaraşdırmaq olar? Mən bilmək istəyirəm ki, sizlə Yüzarsif arasındakı macirada müqəssir kim idi? Məyər Yüzarsif xəta işlətmişdi? Züleyxa cavab versin. Amun xəcalətlidir. Amun düşmənlərinin qarşısında həqir olub. Züleyxa, sən Amun məbədinin ilahəsi, Misirin böyük tanrılarının arvadlarından birisən. Bu nə rəzalətdir ki, törətmisən? Niyə Amuna hörmətsizlik eləmsən? Nə demək istəyirsən? De görüm, deməyə bir sözün var? Əgər mənə bir neçə gün möhlət versəz, öz günahsızlığımı sübut eləyərəm. Cəmaatın dilində gəzən bu söz-söhbəti necə təmizləyəcəksən? Elə mən bu şayələri yayanların ağzını bir dəfəlik yummaq istəyirəm. Lap yaxşı. Görək nə eləyəcəksiniz? Doğrudan da gözəlliyi valeh eləyir. Hələ bundan gözəlini görməmişəm. Hər şeyi gördüm. İzaha ehtiyac yoxdur. Sən nəyə nail olmaq istəyirsən? Məyər bu sizə aydın deyil? Hər şey aydındır. Demək istəyirsən ki, Misir qadınları Yüzarsifi görərkən ixtiyarsız olaraq əllərini kəsdikləri kimi sənin də özünü Yüzarsifə təqdim etməyə haqqın var. Sən öz əməlinə qiyməti Misirin əyyaş və əhli-keyf qadınlarının rəyinə görə verirsən? Siz elə bir-birinizin tayasınız. Niyə özünü namuslu qadınlarla müqayisə eləmirsən? Bugün haqqın üzərindən pərdə götürüldü. Neçə illər bəziləri üçün qaranlıq qalmış həqiqətin üstü açıldı. Mənim bu acı həqiqətin qarşısında etirafdan başqa çıxış yolum yoxdur. Bəli, mən neçə illər pak və günahsız Yüzarsifə aşiq idim. Ona sahib olub onunla günahkar əlaqəyə girmək istəyirdim. Amma o öz qeyrətini qoruyaraq mənim ona uzanmış əlimi geri qaytardı. Deməli, günahın sizdə olduğunu etiraf edirsiniz. Hiləni quran siz olmusunuz. Nəticədə isə günahsız Yüzarsifi zindana atmısınız. Bəli, mən öz günahımı, yəni Yüzarsifin günahsızlığını etiraf eləyirəm.
Yüzarsifin paklıq və günahdan çəkinmə dastanını hamınız eşitmişdiniz. Bugün də onun hikmət, ağıl və düşüncəsinin şahidi oldunuz. Siz onun yuxu yozumu elmində Misirin bütün yuxu yozanlarından üstün olduğunu gördünüz. Bugündən onu öz amanımda qərar verirəm. Bugündən Yuzarsif bizim yanımızda xüsusi məqam sahibi, qeyd və şərtsiz bir əmanətdir. Nemisa bu. Bəli, xanım. Yuzarsifin zindandan azad olduğunu bilirsən? Mən o azad olanda oradaydım, xanım. Onun hal-hazırda xəzinədarlığın rəisi Amunhotepin baş müşaviri olduğunu bilirsən? Bilirəm, xanım. Xəbərim var. O azad olandan sonra özü ilə birgə həbsxanada olan məhbusları da azad elədi. Hə, Yuzarsifdən bundan başqa bir şey gözləmək olmazdı. Misirin xəyanətkar qadınlarını da o bağışladı. Ondan başqa heç kim belə mərhəmət göstərməzdi. O indi səni də azad eləyəcək. Yuzarsif məni azad eləyəcək? Bəli. Səni Yuzarsifin eşqi azad eləyəcək. Sən azadsan və Yuzarsifin yanına gedə bilərsən. Mən təşəkkür eləyirəm, xanım. Bilirəm ki, artıq çox gecdir. Amma yenə istəyirəm ki, məni bu son anlarında əfv eləyəsən. Sənin üçün yaxşı həyat yoldaşı olmadım. Yaxşılıqlarının qədrini bilmədim. Amma sən həmişə alicənab olmusan. Nə olar? Bu son anlarında məni bağışla. Biz ikimiz də Yuzarsifə pislik elədik. Kaş ki Yuzarsif burada olaydı və ondan bizi bağışlamasını istəyəydik. Amunun həvəsinə kaş Yuzarsifin Allahına sitayiş eləyəydik. Əgər Yuzarsifi görsən, əgər Yuzarsifi görsən,
Putifar böyük şəxsiyyətidir. Allah ona rəhmət eləsin. Amma onun tərəfindən çox əziyyət gördünüz və uzun illər ömrünüzü zindanda keçirdiniz. Mən hələ də onu dəyərləndirir və qəlbimdə ona qarşı kin saxlamıram. Kaş ki onu cəddim İbrahim Xəlilin dininə dəvət eləyəydim. Allah onu bağışlasın və onu öz lütfüne qərq eləsin. Bu qəm və gözyaşları faydasızdır. Putifarı düşünməli olduğunuz vaxtda onu düşünmədiniz. Onu sevməli olduğunuz vaxt sevmədiniz. Ölümdən heç kim qaça bilməz. Doğrudur, onun ölümündən kədərlənsəm də məni daha çox ona verdiyim əziyyətlər narahat eləyir. Mən nəfsimə itaət eləyərək zavallı Putifarı çox incitdim. Bütün bunların səbəbkarı Yüzarsif idi. Sizə nə qədər dedim ki, bu sevdadan əl çəkin, o isti yuvanızı dağıdacaq. Amma mənə qulaq asmadınız. Deyirlər Yüzarsifin əmrinə əsasən hər kim tarlada işləsə, tədricən ona sahib ola bilər. Bəli, elədir. Bugündən hamınız azadsız. Mən bütün əmlakımı, buğda, papirus, kətan sahələrimi sizə bağışlayıram. Eşq olsun. Minnətdarım. Çox sağ olun. Çox sağ olun. Əgər Yusif özünü kimsəsizlərin xadimi bilirsə, Züleyxa niyə bilməməlidir? Allah Yüzarsif'i korusun. Allah Yüzarsif'i korusun. Yavaş xanım. Eşk olsun böyük Yüzarsif'e. Yaşasın Yüzarsif'e. Eşk olsun. Eşk olsun. Yaşasın. Olsun. Nə oldu? Deyəsən məni gördü. Məyər Yüzarsif'i görməyə gəlməmişdiniz? Əlbəttə. Amma istəmirdim ki, o mənim bu eybəcər sifətimi, çuxura düşmüş gözlərimi görsün. Mən onu görməyə gəlmişdim. Təəssüf ki, aydın görə bilmədim. Axı Yüzarsif'i niyə görmək istəyirsiniz xanım? Yüzarsif'i unut. Özünü fikirləş. Mənim Züleyxamdan müğayət olun. Rahat yat Karyan. Daha Züleyxanın qəm-kədərini çəkməyəcəksən. Daha Züleyxa səni narahat eləməyəcək. Rahat yat.
Rahat yat. Niyə mənə kömək eləmirsən? Məyər sən Amun, Misirin böyük tanrısı deyilsən? Məyər mən sənin məbədin ilahəsi, sənin zövcən sayılmıram? Nə vaxtacan hər şeyə sükutla baxacaqsan? Bir nəfər mənə kömək eləsin. Nə vaxtacan susacaqsan? Laqeyd qalacaqsan. Yuzarsif'in ayrılığı, Kari ananın ölümü, var dövlətimi itirməyi, cavanlığımın əldən getməsi, Amun mənə kömək elə nə olar? Xanım, xanım. Nə olub? Nə istəyirsiniz? Üzr istəyirəm xanım. Sarayda yeməyə heç nə qalmayıb. Ərzağımız tamam qutarıb. Eşitmişəm, ehtiyacı olanlara havayı buğda verirlər. Məyər bizim ehtiyacımız yoxdur? Yox, xanım. Məmurlar bu evin sahibini və sakinlərini araşdırarkən onları kasıb hesab eləmədilər. Onda bizə havayı buğda verilməyəcək. Bu Putifarın mühürüdür. Heç kim onu inkar eləyə bilməz. Xanım, axı biz azad olmağımızı istəmədik. Gedin. Bugündən azadsınız. Amma biz sizi tərk eləmək istəmirik xanım. Hələ ki, sarayda çoxlu qiymətli əşyalar var. Mən onları satıb buğda ala bilərəm. Axı mənim də buğda ehtiyatına görə ödənilmiş payım var. Gedin. Ümid eləyirəm ki, yeni həyata başlayacaqsınız. Sizi tanrılara ant verirəm. Bizi qovmayın xanım. Gedin. Özünüzü bu sarayın əzab əziyyətindən xilas eləyin. Xanım, biz sizin bəndələrinizik. Öz tanrımızı necə tək qoyub gedə bilərik? Hərdən gəlib mənə baş çəkərsiniz. Xanım, biz uşaqlığımızdan sizin yanınızda olmuşuq. İndi tənhalığa necə dözək? Gedin. Sizin üçün darıxacağam. Gedin. Biz sizə və bura öyrəşmişik. İndi hara gedək, hə? Nə dediyimi eşitmədiniz? Gedin. Xanım, biraz səbr eləyin. Öz xidmətçilərinizi qovmayın. Bəsdir daha, Züleyxa gedin. xanım! Xanım, nə olar? Yuzarsif! Yusif! Yusif! Mən hara pənah aparım? Hara gedim? Mən bu zəif gözlərimlə neyniyim? Yusif! Yusif! Nə qədər vəfasızsan!
qəribli. Ben senden senin Allah'ına şikayet eləyəcəyəm. Gör beni ne güne koymuşsan. Ben bu ruhlar sarayından korkuram. Korkuram. Hara gedim? Kime ben aparım? Bu namertlikti. Meğer aşıklar belə eləyir. Bu tenhalık ve gariblik ne vaxtacan davam eləyəcək? Senin vefasızlığın ne kadar çekecek? Ne kadar nalə eləyim? Senin həsrətine ne kadar dözüm? Daha gözlerim görmür. Ne kadar intizar çekim. Bu havada xəstələnərsən. Evin eşiyin yoxdur? Niye ki? Evim eşiğim var. Saray böyüklüyündə. Zindan kimi qaranlıq. Qəbir kimi dar. Hər nədirsə burdan yaxşı olar. Burada xəstələnərsən. Bir nəfərin yolunu gözləyirəm. Deyiblər gələcək. Əgər gəlməsə, onda gedəcəyəm. Gedək. Yusifin ətrini hiss eləyirəm. Mən onun ətrini hiss eləyirəm. Mən buna tam əminəm. O buralarda olmalıdır. Xəyal görürsüz xanım. Yusif burada nə gəzir? Yox, yox, mən buna tam əminəm. O buralarda olmalıdır. Yaxşı baxın. Bəsdir ay dəli. Yuzarsif burada neynir? Bağışlayın xanım. Özümdən asılı olmadı. İstəmədən oldu. Mən səndən incimirəm. Mən Yusifdən gileyliyəm. Əgər gəlsəydi, bu qədər tənə və danlaq eşitməzdim. Amma o gələcək.
Bir gün bu intizar sona yetecek. Görürsən, artıq adət eləyib, korluğa gör necə öyrəşib. Yusif'in kiminle danıştığını bilmirdim. Hələ də bilmirəm. Axı sən kimsən ki, Yuzarsif bu cür eşq və sidq ilə sənə sitayiş eləyir. Yəni sən də Amun kimisən? Mən buna inanmıram. Mən heç vaxt Amun üçün ağlamamışam. Tanrılardan heç biri üçün. Amma dəfələrlə Yusifin sənin üçün ağladığının şahidi olmuş. Çox ağlamışam. Amma sənin üçün ağlamamışam. Bəs sən kimsən ki, bütün Misirlilərin sevimlisi sənin qarşında diz çökür? Çoxları Züleyxa kimi onun həsrəti ilə ağlayırlar. Amma o sənin həsrətinlə ağlayır. Deməli, sən çox yaxşı məbudsan. Yoxsa Yusif kimisi sənə sitayiş eləməzdi, ağlamazdı. Yusif bəxtəvərdi ki, sənin kimi uca məbudu var. Xoş sənin halına ki, Yusif kimi bəndəm var. Bilmirəm, Yusifə bəndəlik, razu niyaz eləməyə icazə verdiyin kimi, başqalarına da icazə verərsən. Ama Yusif kimi pak, təmiz deyil axı. Biz üzü qaraları da huzuruna qəbul eləyərsən, ürəklərinin dərdinə qulaq asarsan, Yusif hamıya qarşı mehriban idi. Sən necə? Kim olduğunu, nə olduğunu bilmir. Amma əminəm ki, Yusifin məbudu yeganə və bənzərsiz olmalıdır. Ən yaxşı və gözəl olmalıdır. Yoxsa Yusif ona sitayiş eləməzdi. Mən də ağlayıram. Yusifin Allahı üçün.
də sənin üçün ağlayıram. Gör nə qədər toz torpaq üzərinizə qonub. Bura hörümçəklərin məskənidir ki, lap mənim qəlbim kimi soyuq, qaranlıq, unudulmuş. Amun. Yaxşı. Amun hanı? Görəsən Amun hardadır? Amun. Gördün nə qədər əziyyətlə səni axtarıb tapdım. Əvvəllər sənin harda olduğunu yaxşı bilirdim. Buraya gəlir, sənin üçün rəqs eləyirdim. Bəs niyə? Sən hələ də öz yerində durmusan. Məyər görmədin ki, Yusif, sizin böyüyünüzü Amun məbədində necə yerlə yeksan elədi? Yusifin uca Allahının qarşısında diz çökməlisən. Onun qarşısında üzü üstə yerə düşməlisən. Siz daş tanrılar hələ də Yusifin uca Allahının qarşısında tanrılıq eləmək istəyirsiniz? Yusif sizi sındırdı, Züleyxa da sındırır. Ey Yusifin Allahı, sən şahid ol ki, mən öz saxta tanrılarımı məhv elədim. Yusif deyirdi ki, sən hər yerdə şahid və nazirsən. Hər yerdə varsan, hər şeyi görürsən. Onda Yusifə de ki, Züleyxa daha daş tanrılarına səcdə eləmir. Mən burada Yüzarsifin ətrini duyuram. Yüzarsif saraydan çıxdı. Yusif! 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 Bir qulu onun itaətinə görə Misir cəmaatının əzizi mərtəbəsinə qədər şərəfləndirərək ucaldan, qüdrət və cahu cəlal sahiblərini isə günahlarına görə yerə çöktürən Allah pak və qüsursuzdur. Deyəsən o qoca qadın mənə tanış gəlir. Onu hardasa görmüsünüz? Bilmirəm. Onun tənəli sözlərini başa düşdün?
Köləlikdə Misirin əzizinə qədər ucalan sizə aiddir? O yəqin vaxtı ilə qüdrət sahibi olub. Amma sözlərindən məlum olur ki, hidayət olunmuşlardandır. Malik, gör o qadın nə istəyir? Cənab Yüzarsif buyurur ki, nə istəyiniz varsa həyata keçirə bilərik. Ondan nə istəyirsiniz? Mən təkcə cənab Yüzarsiflə danışmaq istəyirəm. Başqa istəyim yoxdur. Yalnız cənab Yüzarsiflə danışmaq istəyir. Yusifin ətri gəlir. Yusif buradadır. Məni Yusif göndərib. Mənə de, sözünü ona çatdıraram. Səndən mənim Yusifimin ətri gəlir. Kimsən? Axı sən onun nəyisən? Mən Misirin əzizinin həyat yoldaşı Əsnadam. Nə istəyirsənsə söylə. Bu qadın nə dedi? Mən düz eşitdim. Mən Əsnadam, Misirin əzizinin həyat yoldaşı. Cənab Yüzarsifin həyat yoldaşı. Xanım. Xanım. Xanım, sizə nə oldu? Xanım, nə oldu? Züleyxa xanım icazə istəyirlər. Saraya xoş gəlmisiniz, xanım. Təşəkkür eləyirəm, Yüzarsif. Yusif peyğəmbərin ətrini hiss eləyirəm. Əsnad, sənsən. Elə bildim, Allahın peyğəmbərinin görüşünə nail olmuşam.
Sənsən Züleyxa. Bir vaxt mən idim. İndi tamamilə sənsən. Züleyxadan əsər əlaməti yoxdur. Heç soruşmursan o qədər var dövlətim necə oldu? Bilirəm. Hamısı Yusifin yolunda sərf olundu. Soruşmursan şan şöhrətim hara getdi? Eşitmişəm ki, hamısını mənə fəda eləmisən. Bəs niyə soruşmursan ki, gözəlliyim və camalım necə puç oldu? Eşq dərdi ürəyi yaxan, canı alandı. İndi də görüm, Yusifə olan o qədər eşqin necə oldu? O eşq hələ də qəlbimdə qalır. Bütün varlığımla onu qoruyub, indiyədək sinəmdə saxlamışam. Əgər səndən xəbərsiz olmuşamsa məni bağışla. Xəbərsiz olmağım yalnız uca Allahın istəyidir. Mənim günahım yoxdur. Doğrudan sən mənimlə belə mehriban rəftar eləyirsən? Yox. Sən özün bu inayəti qazanmısan. Sən o əzəmətli Allahın diqqətini qazanmısan. De görüm istəyin nədir? İndi daha nə istəyim ki? Məhbubumu istəyirdim. O mənim yanımdadır. Məbudumu istəyirdim. İndi onun huzurundayam. Təkcə bir arzum qalıb. Yusifimi öz gözlərimlə görmək istəyirəm. Amma gözlərim görmür. Əgər məşuqunun sənin gözlərini açmasına qüdrəti yoxdursa, məbudunun ki var. Sən məbudundan istə, mən də dua eləyəcəm. Əgər onun iradəsi olsa, sənin gözlərin görəcək. Pərverdigara, bu bəndənin gözlərinə nur göndər. Onun qəlbini iman nuru ilə münəvvər etdiyin kimi, gözlərini də nurlandır. Yusifim, bu sensen. Siz mənə neynədiniz? Mən sizi görürəm. Mən görürəm. Mən görürəm.
Yaxşı bax, gör. Hamını görürsən. Mən təkcə sizi görürəm. Sizdən başqasını görmək istəmirəm. Ondan istəmişdim ki, kör olmuş gözlərimi açsın. Heç olmasa bircə dəfə Yusifimi görüb rahat ölüm. İndi mənə verilən bu qısa müddətdə təkcə sizi görmək istəyirəm. Ey ixtiyarsız göz yaşlarım! Məndən nə istəyirsiniz? Qoyun ömrümün son anlarında Yusifimi doyunca görün. Narahat olma Züleyxa. Allahın istəyir ki, sənə yenidən ömür inayət eləsin. Ta ki, uzun illər çəkdiyin işgəncə və intizarın əvəzi bununla ödənsin. Allahın istəyir ki, sənə yenidən ömür inayət eləsin. Ta ki, uzun illər çəkdiyin işgəncə və intizarın əvəzi bununla ödənsin.